Azərbaycanda rüşvət ləğv versən xalq ayağa qalxar. Niyə? Get araşdır gör nə qədər insan işi rüşvətlə keçir. Bu Azərbaycan insanı rüşvətə vərdiş eləyir. Məsələn, həkimə getsən sığortadır da, pulsuzdur. İnsan o həkimə pul verməyəndə elə bilir ona müalicəni səhv yazıb. Başa düşürsən? Yəni Pul vermədi ki, yaxşı müalicə eləsin. pul vermədiyinə görə utanır. Yəni vərdiş eləyib axı. Vərdiş eləyib. İnsan inana bilmir ki, bu təcili yardım çağırmısan, o 3-4 nəfər həkim əlində çamadan zad inana bilmir ki, o bunu həyatını xilas eləməyə gəlib. Onun düşüncəsi var ki, o pula gəlib. O elə baxır məsələyə ki, o bu pula gəlib, pula görə gəlib. Yəni O da insan haqqını tələb etməməyə yəni insanların, yəni cəmiyyətdə insan üçün o qədər dəyəri yoxdur ki. Yəni insan, yəni tamamilə dəyərsiz bir şeyə çevrilib. Aciz, məsələn, Azərbaycan insanı çox acizdir, həqiqətən.